Mən İbrahimov Ali Muhammedov oğlum 1988 təvəllüdlü Laçın rayonu Qarakeşdi kəndindən keçmiş bir köçkün. Hal-hazırda Taxta Körpü ərazisində 245 sayılı Qarakeşdi qəsəbəsində yaşayıram. Ev 105 ünvanında yaşayıram. Cənab Prezident, özüm şəxsi məsələlərimlə bağlı, dövlət əhəmiyyətli işlərdən, öz şəxsi məsələlərimlə bağlı səni narahat elədiyim üçün əvvəlcədən üzr istəyirəm. Səndən bildirmək istəyirəm ki, Cənab Prezident, yoldaşım İbrahimov Xəyala uğurlu qızı 4 ildir ki, tam işsiz kimi qeydiyyatda olansa da 4-5 ildir ki, işsizlik qeydiyyata alınıb, işlə təmin edilmir. Bu barədə Laçın İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin şəxsən qəbulunda 4 ildir təpik döysəm də bizim acınacaqlı və stres vəziyyətimizdən başçının xəbəri olsa da belə indiyənə qədər bir köməkdarlıq, bir işlə təmin etməyib. Bununla bağlı 4 ildir yazdığım mütəmadi ərdələrimə, 4 ildir ki, yazdığım ərdələrimə şablon cavablar gəlir. Şablon cavablardan da vezmişik. Artıq bu şablon cavablara Cənab Prezident son verməyinizi xahiş edirəm. Həyat yoldaşım İbrahimov Xəyalanı işlə təmin eləməyinizi xahiş edirəm. Şablon cavablar gəlir. Övladım xəstədir. 1-ci dərəcəli skalyoz xəstəsidir. Günü-gündən sümük əyrilikləri baş verir. Yerimə hərəkət məhdudlaşmağı baş verir. Gələcəyin əskəri, sağlığı həyat təhlükə altında qalır. Ancaq bizim isə ümidimiz, Cənab Prezident, sənsən ki, bu övladımızın maddi imkanımız yoxdur ki, övladımızı müalicə eləyək. Gördüyün kimi, mənim özümün şəxsən 4 ildir xəstəyəm, 3-4 ildir ki, mədə-bağırsaq problemim var, işləmə hərəkəti məhdudlaşıbdır. Ona görə də mənim ailənin ağırlığı həyat yoldaşım İbrahimov Xəyalanın üzərinə düşübdür. Ona görə də çox xahiş edirəm, Cənab Prezident, səsimizə səs verəsən, mənim həyat yoldaşım İbrahimov Xəyalanı bir xadimə işini təmin edəsiniz. Əvvəlcədən sənə təşəkkür edirəm, minnətdarım.